möminlərin əmiri Yezidə beyyət et ki, sənin dünya və axirət xeyrin bundadır. Bismillahirrahmanirrahim. Qul la əs'alukum aleyhi əcran illəl məvaddətə fil qurba. Allah Teala buyurur ki, ey Peyğəmbər, deginən ümmətə, mən 23 illik etdiyim peyğəmbərlik üçün sizdən heç bir muz istəmirəm, əcr istəmirəm, məgər əhl-i beytimə itaət, məhəbbət və onların yolun getmək, şad günündə şad olmaq, qəmli günündə qəmli olmaq istəyirəm. Allahın bizim boynumuza qoyduğu bir haqq budur. Odur ki, bugünkü günlərində qəmli olmaq və əhl-i beytə öz sevgimizi bildirmək bir müsəlmanlıq borcumuzdur. Bəli, sual verirlər ki, o şəxslər kim idi ki, Hz. Hüseyn əleyhissalamı şəhadətə yetirən məşhur insanlar olublar. Biri haqqında bu günlərim istəyirəm sizə danışam. 3-cü xəlifə Osman ibn Affanın kürəkəni Mərvan ibn Həkəm ibn As olubdur. Yəni Mərvan. Bir vaxtı ki, Yezid Məlun tərəfindən məktub göndərildi Mədinənin valisinə ki, adı Vəlid idi. Məktub göndərildi ki, ona, yəni Həzrət Hüseyn əleyhissalama deyin mənə beyyət eləsin. Vəlid Mərvanın təhriki ilə, o zaman Mərvan da Mədinədə idi, Hüseyni çağırtdır və Yezidə beyyət al. Həmin vaxtı Həzrət Hüseyn əleyhissalamı çağırtdırdı və Yezidə beyyət eləməsini istədi. İstəyirəm elə bunları tarixdən sizə söyləyəm. Əl-Mənaqib İbn Şəhri Aşub İslam aləmində tanınmış əhl-i sünnə tarixi kitablarındandır ki, Hz. Hüseyn əleyhissalamın şəhadətindən və baş vermə hadisələrini orada qeyd edibdir. 4-cü cild 88-ci səhifəsində qeyd edilir ki, Vəlid ibn Ütbənin yanına İmam Hüseyn əleyhissalam daxil olur və o zaman Hz. Hüseynə təklif olunur ki, Yezidə beyyət elə. Hz. Hüseyn əleyhissalam özünün beyyət etməyəcəyini qeyd edir. Bu zaman Mərvan Hz. Hüseyn əleyhissalama deyir ki, möminlərin əmrinə beyyət et. Hz. Hüseyn əleyhissalam buyurdu, ey Mərvan ibn Həkəm, vay olsun sənin halına, möminlərə bağlı yalan danışırsan. Kim onu, yəni Yezidi, möminlərin əmiri etmişdir? Mərvan ayağa qalxıb qılıncını sıyırdı və Vəlidə üzünü tutub dedi, göstəriş ver. Evdən bayıra çıxmamış Hüseynin boynunu vursunlar. Qanı da mənim boynuma. Fikir verirsiniz, 3-cü xəlifənin kürəkəni Mərvan nə deyir? Yəni Hüseynin boynunu vur və qanı da mənim boynuma. Görün kimlərdir İmam Hüseyn əleyhissalamı Yezidə ya beyyət eləyəsən, ya da ki boynunu vurmaq üçün onu, yəni Mədinə valisini təhrik edir. Hz. Hüseyn əleyhissalam məlum məsələdir ki, beyyət eləmir, elə orada da öz sözünü deyir. Başqa bir yerdə Məqatilul Hüseyn Xarəzmi, cilt 1, səhifə 183-də Vəlid deyir, ey Əbu Abdillah, Yezidə beyyət elə və həmçinin Mərvan ibn Həkəm də həmin məclisdə olur və deyir, ey əmir, əgər o indi səndən ayrılsa, bir daha beyyət etməyəcək. Sən isə bir də heç vaxt onu ələ keçirə və ondan beyyət ala bilməyəcəksən. Elə indi onu həbs elə, yəni Hüseyni həbs elə və beyyət etməmiş buradan bayıra çıxmağa qoyma. Əgər beyyət etməsə boynunu vur. Bunu həmin 3-cü xəlifənin oğlu Mərvan ibn Həkəm söyləyir. Və ravi deyir ki, Hüseyn üzünü Mərvana tutub dedi, vay olsun sənin halına, ey göy-göz arvadın oğlu Mərvan, sən mənim qətlimə fərman verirsən, and olsun Allaha, sən yalan danışırsan. And olsun Allaha, kim mənim haqqımda belə bir qərara gəlsə, o bir hərəkət etməzdən öncə torpağı onun qanı ilə sirab edərəm. Sən bunu istəyirsənsə, məni öldürmək qərarına gəl, əgər doğru danışansansa. Ravi deyir ki, bu zaman İmam Hüseyn əleyhissalam üzünü Vəlid ibn Ütbəyə tutub buyurdu. Ey əmir, biz nübüvvət ailəsi, risalət mədəni, yəni mədəni risalə, yəni peyğəmbərlər mədəni, mələklərin get-gəl edən yeri və rəhmət mənziliyik. Allah bizimlə
başlamış ve bizimle de hatmetmiştir. Yezid pozğunun biri, şarabxor, adam öldüren, aşikarcasına günah eden şəxsidir. Ve sonra Həzrət buyurdu, mənim kimi bir şəxs Yezid kimisinə beyyət etməz. Bizdən hansımızın xilafət və beyyətə daha layiq olduğunu sabah görərik. Və əlavə olaraq tarixi Təbəri İmam Mərvanla belə bir söhbət edir. Mərvan Vəlidə deyir, əvvəlcə bunu deyim, sözümə qulaq asmadın, Allaha and olsun, daha heç bir zaman onu ələ keçirə bilməyəcəksən. Yəni, tarixi Təbərdə də qeyd olunur ki, Mərvan Vəlidi təhrik edir və deyir ki, sən artıq Hüseyni bir daha onu ələ keçirə bilməyəcəksən. Sonra qeyd edir, Vəlid Mərvana deyir, ey Mərvan, başqalarını məzəmmət et. Sən mənim üçün elə bir şey seçmisən ki, mənim dinimin məhv olması ondadır. Allaha and olsun, dünyanın bütün sərvət və mülkünü mənim ixtiyarıma versələr də belə Hüseyni öldürmək istəmərəm. Subhanallah, beyyət etmirəm dediyi üçün Hüseyni öldürüm. Allaha and olsun mənim əqidəmə görə, qiyamət günü Hüseynin qanına xatir kimdən hesab çəksələr, Allah yanında etdiyi bütün əməllər ki, yaxşı əməl əgər edibsə, onlar çox yüngül gələcək, yəni heç bir faydası olmayacaqdır. Bəli, baxırsan ki, Həzrət Hüseyn əleyhissalamı hər kəs bu işdə, istər Mədinədə olsun, istər Kərbalada olsun, qətlində şərikdirsə, qiyamət günü onların heç bir əməli, nə namazı, nə orucu, nə İslam üçün nəsə eyləyibsə əgər, heç biri onları Allah yanında qəbul olmayacaqdır. Başqa bir tarix mənbədən Mərvan Həzrət Hüseyn əleyhissalamı görərək belə dedi. Ey Əba Abdillah, mən sənin yaxşılığını istəyirəm. Nəsihətimə qulaq as ki, xilas olasan. Hüseyn əleyhissalam buyurdu. Nəsihətin nədir mənə? Nə məsləhət bilirsən? Deyişidim görüm nə istəyirsən? Mərvan dedi. Möminlərin əmiri Yezidə beyyət et ki, sənin dünya və axirət xeyrin bundadır. Həzrət Hüseyn əleyhissalam buyurdu. İnna lillah və inna ileyhi raciun. Və aləl-İslam əs-salam. Ey Mərvan, Bəqərə surəsinin 156-cı ayəsi, yəni bir mömin dünyasını dəyişərkən həmin vaxtı söylənilən ayədir ki, yəni biz Allah üçün yaranmışıq, öləndə də Allaha tərəf qayıdacağıq. Yəni, ey Mərvan, bizim əvvəlimiz də Allah üçündür, axirətimiz də Allah üçündür. Əgər ümmət Yezid kimi bir rəhbərə düçar, giriftar olsa, İslamla vidalaşmaq lazımdır, yəni İslamın fatihəsi gərək verilə. Həqiqətən cəddim Rasulullah'dan eşitmişəm ki, buyurdu, xilafət Əbi Süfyan ailəsinə haramdır. Baxın, tarix boyu elə bir Həzrət Hüseyn əleyhissalam bizlər üçün dərs qoyubdur ki, yəni bir insan ki, şərab içə, bir insan ki, Allahın haramlarına əməl eləyə, o heç bir vaxtı müsəlman möminlərin rəhbəri ola bilməz. Və əgər mənim üçün beyyət istəyirsinizsə, yəni bir möminin zalım, haramlarla oturub duran insana beyyəti nə deməkdir? Elə həyatda onun üçün ölüm daha yaxşı olar. Odur ki, Həzrət Hüseyn əleyhissalamın həyatda keçdiyi yol möminlər üçün bir dərsdir, bir örnəkdir, bir misbahul huda və səfinətun nəca. Necə ki, hədislərdə buyurur ki, Hüseynin yolu bir çıraqdır möminlər üçün. Mömin olmayanlara aid deyil o şeylər. Və hətta Həzrət Hüseyn əleyhissalamın bu inqilabı, bu Kərbala hadisəsi dünyada azadlıq sevər insanlar üçün də bir çıraqdır. Və qərq olmamaq üçün, nicat tapmaq üçün miniləsi bir gəmidir. Nicat gəmisidir. Esselamu aleyk ya Əbə Abdillah əl-Hüseyn və aləl-ərvahilləti həllət bifinaik. Salam olsun Hüseynə, Hüseynin yolun gedən sahabələrə və möminlərə.